Yəni PUBG falan oynamaq istəyirsinizsə, bu qiymətlər aralığında alına biləcək ən yaxşı telefonlardan biri budur. Yenə bunun da bataryası 6000 mAh-dir. Qardaş, 6000 zarafat deyil, 6000-dir. 256, 512 və 1 TB bizi burada qarşılayır. Yəni əjdaha kimi yaddaşı var. Ekranın yeniləmə sürətidir. Bu da oyunlar üçün çox vacibdir. Oyun daha axıcı olacaq, yağ kimi axacaq oyunlar. Oyun üçün telefon almazdan əvvəl mütləq izlə. Dostlar, 350 və 550 manat aralığındakı telefonları göstərəcəm. Yəni qısaca qiymətə görə sizin üçün burada tənzimləmə edəcəyim. Yəni ucuz, orta və bahalı telefonları burada göstərəcəm sizə. Xiaomi Redmi Note 14 5G telefonu. Bəli, ekranımızda da gördüyünüz kimi həmin telefon açıqdır. Saytı falan da özünüz görürsüz. Sağ tərəfdə də hamısı saytlarda, hansı saytdan nə qiymətə satılır, hamısı burada ətraflı yazılıb. Yəni mənim dediyim aşağı qiymət budur. Yəni bunu göstərirəm burada. Daha sonra baxın, biraz aşağı çəkdiyimizdə deyir ki, Xiaomi Redmi Note 14 5G xüsusiyyətləridir. Burada bütün özəllikləri, nələr var, nələr yox, hamısı ətraflı şəkildə yazılıb. Bizə PUBG-də lazım olanlar prosesor, ekran texnologiyası və tezliyi, RAM yaddaş və batareyadır. Ona görə də bunlara sürətli şəkildə baxıb keçəcəyik. Ekrana baxın, buradan elə keçirik. Ekranın ölçüsüdür, AMOLED olduğu burada qeyd olunub. 120 Hz olduğu burada yazılıb və digər piksel ölçü sayı da burada qeyd olunub. Yəni bu bizim üçün idealdır. Daha sonra az öncə nələr dedim? Prosesor dedim. Biraz aşağı düşək. Yəni biz kameraya falan burada çox baxmırıq. Baxın, yaddaş burada bizi qarşılayır. 128, 256 və 512 yaddaş seçimləri var. Bu çox ideal vəziyyətdə deməkdir. Bunların hansını seçsəz oyun üçün bomba bir şey olacaq deməkdir. RAM dedim az öncə. 6, 8 və 12 GB-dır. Yenə bunlardan hansını seçsəz bu sizin üçün yaxşıdır. Yəni nə qədər çox seçsəz özünüzə xeyirdir. Bunu telefonu alarkən qiymətinə özünüz uyğunlaşdırıb seçərsiniz. Prosesor dedim. Baxın, ümumi xüsusiyyətlər bölümündə qeyd olunur bu. Baxın, prosesordur. MediaTek 7025 Ultra-dır. Yəni bu yaxşıdır, yəni idealdır. PUBG oynayanda rahat bir şəkildə 60 FPS-i verəcəkdir. YouTube-da da girib rahat bir şəkildə bu telefonun adını, soyadını, atasının adını yazıb rahat bir şəkildə videolarına baxa bilərsiniz. PUBG-də oynayışı nədir, FPS necədir, harda nə qədər FPS verir. Yəni illa PUBG-dən getmir söhbət. Digər oyunlara da internetdə baxın, araşdırma edin. Qutusundan nələr çıxır, nələr çıxmır. Onsuz burada yazılıb, amma yenə də siz YouTube-da baxın və ən gözəl funksiyalarından da biri 4110 mAh batareyası var. Bunu götürüb ən altı yazıblar, üstlərə yazılmadı. Yəni PUBG oynayanda bir də zaryadkanız qutaracaq, gedib dəqiqədə telefonu zaryadkaya qoymalı qalmayacaqsınız. Yəni bu birinci telefonumuz. Keçək ikinci telefonumuza. Bəli, ikinci telefonumuz Samsung Galaxy A36 telefondur. Burada da görürsüz, qiymətlər falan burada hamısı yazılıb. Mənim az öncə qeyd etdiyim aşağı qiymət aralığındakı telefonlardan biridir. Bu da 3 dənə telefon göstərəcəkdim. Bu ikincisidir. Deməli, qiymətləri burada özünüz görürsüz. Hansı saytdan baxdığım da bilinir. Bax, elə ən üstdən ekrana baxırıq. AMOLED olduğu burada görünür. 120 Hz-dir. Ölçüsü də burada yazılıb. Biraz aşağı tərəfə düşürük. Yaddaş burada yazılıb. Baxın, 128 və 256. Yəni bu da ideal vəziyyətdə olduğunu bildirir. Yəni bunlardan yenə hansını seçsəz, o sizin üçün yaxşı olacaq. 6, 8, 12 GB RAM-ları olur. Bunların içlərində birini seçərsiniz. 5000 mAh isə batareyası var. Baxın, bu da çox yaxşıdır. Yəni çalışın heç 4500-ə falan düşməsin. 5000 və 5000-dən yuxarı olsa bu yaxşı olduğunu bildirir. Prosesoruna baxırıq. Qualcomm 6475AB və Snapdragon 6 Gen 3. Yəni bu bölgəyə görə dəyişir böyük ehtimal. Ümumiyyətlə Samsung alarkən buna diqqət edin. Hardan alırsınızsa mütləq soruşun ki, onun prosesoru nədir? Çünki buna diqqət edin ki, prosesor bölgədən bölgəyə dəyişir. Yəni Azərbaycanda bir cür gəlir, Rusiyaya bir cür gəlir. Ona görə buna diqqət edirsiniz. Yəni bu telefonda az öncə qeyd etdiyim büdcə aralığı üçün yaxşıdır. Yəni 350 və 550 büdcəniz varsa, bu sizin üçün ideal vəziyyətdə bir telefon olacaq. Yəni PUBG falan oynasaz, oynamaq istəsəz yaxşı şəkildə sizin işinizi idarə edəcək və donma kasma olmadan sizin başınızı ağrıtmayacaq. Gəlin indi növbəti telefonumuza keçək. Bəli, növbəti telefonumuz Xiaomi Poco X5 Pro. Bəli, burada da görürsüz, bu telefon açıqdır. İndi mənə deyəcəksiniz ki, bu telefon çox köhnədir. Bəli, bu qiymətlər aralığında yaxşı telefon tapa bilmədim. Ona görə bunu qoydum. Çünki vaxtının əjdaha telefonu idi. Yəni vaxtının əjdaha telefonu deyəndə bunlar mənə deyəcək ki, ayda bu çox köhnədir. Narahat olmayın, 2023-cün telefonudur. Hələ də ideal vəziyyətdə işləyir. Bir 3 il, 4 il kimi də ideal vəziyyətdə işləyəcək. Qiymətini burada ətraflı şəkildə görürsüz. Saytı da qarşısında yazılıb. Gəlin elə sürətli şəkildə ekrana baxaq. AMOLED-dir, 120 Hz. Yaddaşdır. 128 və 256 seçimləri var. Bunu özünüz seçim edərsiniz. Az öncə qeyd etdiklərim bunun üçün də keçərlidir. 6 və 8 GB RAM-ları var. 12-lik yoxdur bunda. Olsaydı amma daha gözəl olardı. Batareyası da yenə 5000 mAh-dir. Yəni yaxşıdır, ideal vəziyyətdədir. Az öncə göstərdiyim iki telefonu almaq istəməsəz, ürəyinizə yatmasa,
Bu çox yaxşı telefondur. Prosessorda zaten burada özünüz görürsüz. Yenə bunda da biraz fərqlilik göstərə bilər. Bu da bölgədən asılı ola bilər. Yenə alarkən buna diqqət edirsiniz ki, mütləq soruşursunuz ki, prosessoru nədir və bir dənə mənfi xüsusiyyəti 2023-cü ilin telefonu olmasıdır. Az öncə göstərdiyim iki telefon 2025-dir. İkisi də ən altlara düşüb özünüz baxa bilərsiniz buna. Baxın bu da 2025-dir və ən birinci telefonumuz da yenə 2025-dir. Yəni bunlar yaxşıdır, amma sadəcə bunun 2023 olması biraz mənfidir. O da ki, yəni özünüzün seçiminizdir. Yaxşıca araşdırma edin. PUBG üçün və ya digər yaxşı güclü oyunlar üçün prosessorları falan hər şeyi araşdırın. Buna uyğun seçiminizi edin. Gəlin indi keçək orta segment telefonlara, yəni 600 və 900 manat qiymət aralığında olan telefonlara. Burada daha yaxşı telefonlar qarşılayacaq bizi, ona görə də diqqətlə izləyin. Bəli dostlar, 600 manat və 900 manat aralığında olan telefonlardan ilk telefon Samsung Galaxy A56 telefonudur. Qiymətləri özünüz görürsüz, hansı saytda nə qədərdir burada qeyd olunub, özünüz də daxil olub baxa bilərsiniz. Gəlin sürətli şəkildə ən aşağı düşək və baxaq. Deməli, ən aşağı düşdüm, baxın yaddaş qeyd olunub. 128 və 256-lığı var burada. RAM-ı 6-8-12-dir, super olduğunu bildirir və 5000 mAh batareyası var. Samsunglarda idealdır bu. Yaxşıdır, yəni PUBG oynayanda enerjisi bitməyəcək. Keçək digər qaydalara. Ekran gördüyünüz kimi AMOLED olduğu burada qeyd olunub. 120 Hz-dir və piksel ölçüsü falan da hər şey burada yazılıb. Prosessoru gördüyünüz kimi əjdaha kimi bir prosessor var burada. Özünüz buna yaxşı şəkildə baxıb ideal vəziyyətdə araşdırarsınız və əsas yaxşı xüsusiyyətdə 2025 olmasıdır. Yəni alacaqsınız 6-7 il telefon dəyişdirmədən istifadə edə biləcəksiniz. Yəni PUBG falan oynamaq istəyirsinizsə, bu qiymətlər aralığında alına biləcək ən yaxşı telefonlardan biri budur. Tövsiyə də olunan telefon şəxsən budur. Yəni bu aralıqlarda 600 və 900 manat aralığında pulunuz varsa, alına biləcək telefonlardan biri budur. Keçək digər telefonumuza. Bəli, növbəti telefonumuz, yəni bu iki qiymət aralığında olan telefonlardan biri Xiaomi Poco X7 Pro. Çox gözəl telefondur. Şəxsən mənim özüm belə xoşuma gəlib. Gələcəkdə pulum olsa, Xiaomi Redmi Note 10S telefonundan əl çəkəcəm, keçəcəm o telefona. Çünki yaxşı telefondur həqiqətən də. Qiymət aralığını özünüz görürsüz. Özünüz də saytdan daxil olub baxa bilərsiniz. Baxın, burada ətraflı yazılıb. Keçək yenə sürətli şəkildə ən aşağı. Baxın, yaddaş 256 və 512-lik var. Bayaqçılardan biraz çox və yüksəkdir. RAM da 6-lıq yoxdur, amma 8 ilə 12-lik var. Bu da çox yaxşı olduğunu bildirir və ən gözəl özəlliklərindən biri də 6000 mAh batareyası var. Bu da əjdaha kimi zaryadka saxlayacağını bildirir. Nə qədər PUBG oynayırsınızsa oynayın, tez-tez zaryadkaya qoymaq məcburiyyətinə qalmayacaqsınız və ekrana gəlirik. AMOLED ekrandır, 120 Hz-lik və ekran ölçülərini falan da burada onsuz görürsüz. Əjdaha kimi də ekranı var və burada keçək prosessora. Prosessor MediaTek 8400 Ultra, yəni bomba kimi də bir prosessor var. Bu sizin üçün əjdaha kimi oyunlarda falan işinizə yarayacaq. HyperOS olduğu, Android 15 olduğu falan burada yazılıb. Yəni onunla bilinir ki 2025-dir. Yəni əjdaha kimi telefondur. Əsas burada batareyasının 6000 mAh olması məni şəxsən çox sevindirdi. Qiymətinə görə şəxsən çox əjdaha kimi telefondur. Başqa rəng seçimləri də var. Sarı formalısı falan, qaralısı falan da var. Özünüz internetdə yaxşı araşdırıb baxarsınız. Əsassa mütləq YouTube-da PUBG test videolarına baxın. Görün necə göstərir. Mən burada PUBG deyirəm, amma başqa oyunlar üçün də keçərlidir. Baxın, rəngləri də burada qeyd olunub. Özünüz baxıb qiymətlərinə uyğunlaşdırıb öyrənərsiniz. Bəli, indi isə keçək pulları çox olanlar üçün 1000 manat və 1400 manat aralığında olan telefonlara. Burada çox qəşəng telefonlar bizi qarşılayacaq. Amma ondan əvvəl YouTube kanalımıza abunə olub videomuza like atmağınızı tövsiyə edirəm ki, kanalımızda bunun kimi faydalı, maraqlı videolarımız var. Bizə dəstək ola bilərsiniz. Keçək indi 1000 manat və 1400 arası olan telefonlara. Bəli, gördüyünüz telefon Xiaomi Poco F7 Pro'dur. Bayaqçı ilə qarışdırmayın. Bayaqçı ilə bu fərqlidir. Bu F7 Pro'dur. Diqqət edin, qiymətlərinə də baxsaz fərqi görəcəksiniz. 1200, 1300 bu aralıqlardadır. Özünüz baxarsınız, yəni telefonun adını yazan kimi onsuz çıxır. Deməli, bura gəldiyimizdə yenə ən aşağı düşdüm yaddaşa. 256 və 512-liyi bizi qarşılayır. Burada özünüz görürsüz. RAM-da isə heç 6-lıq, 8-lik falan yoxdur. Birbaşa 12 GB qarşılayır bizi. Bu da əjdaha kimi oyunlarda bizim çox işimizə yarayacaq. Yenə bunun da batareyası 6000 mAh-dir. Qardaş, 6000 zarafat deyil, 6000 deyir. Adi məndə Note 10S var, 5000 mAh batareyası var. Onu belə mən gec-gec zaryadkaya qoyuram. Görün 6000 olsa nə göstərəcək? Yəni bu əjdahadır. Əsas şey də odur ki, 2025-ci ilin istehsalıdır. Əjdaha kimi telefondur. Yenə prosessora baxaq buradan. Qualcomm deyir və Snapdragon 8 Gen 3 deyir. Yəni bunlara özünüz seçim edərkən mütləq baxırsınız. Çünki iki prosessor göstərir burada. Səbəb odur ki, bölgəyə görə dəyişilə bilər. Özünüz baxarsınız. YouTube-da da mütləq bunun videolarına falan baxın ki, düzgün seçim edin və PUBG oynayacaqsa və ya digər güclü oyunlar oynayacaqsa nə alacağınıza baxın. Bunun da
gözəl rəng seçimləri var. Rəng seçimlərinə görə qiyməti də dəyişə bilər. Mütləq almasından əvvəl yaxşı rəngini seçin ki, sonradan peşman olmayın. Şəxsən bu aralıqlarda pulunuz varsa, alına biləcək ən gözəl telefonlardan biri Xiaomi Poco F7 Pro telefonudur. Gəlin indi digər telefonlarımıza keçək. Bəli, növbəti telefonumuz Xiaomi 15T Pro'dur. Bu telefonda mən yenə özüm seçdim. Gördüyünüz kimi qiymətləri bu aralıqdadır. 1500, 1400, 1300 bu aralıqlardadır. Yəni saytdan sayta dəyişir bu. Özünüz seçərsiniz, ən yaxşı qiyməti olanı alarsınız. Yenə düşürük ən aşağı. Yaddaş 256 512 və 1 TB bizi burada qarşılayır. Yəni əjdaha kimi yaddaşı var. Seçiminizi özünüz edərsiniz. RAM-ı da yenə az öncəki telefonda kimi 12 GB var. 8-6 falan yoxdur və batareyası biraz mənim fikrimcə zəif qalır az öncəkilərə görə. 5500 deyir, amma yenə az deyil. 5000 mAh-in nə fərqi olar? Yəni özünüz seçiminizi edərsiniz burada da. Yəni bu civarlarda pulunuz varsa, istədiyiniz tərzdə telefonu ala bilərsiniz. Baxın 2025 olduğu burada qeyd olunub və prosesorda MediaTek 9400 Plus deyir. Yəni əjdaha kimi bir prosesoru var. Oyunlarda yağ kimi axacaq sizin üçün. Yenə bu tərəfdə ekrana baxdığımızda AMOLED və 144 Hz bizi qarşılayır. Yəni əjdaha kimi ekranda olacaq. Oyunlar falan yağ kimi axacaqdır. Yəni PUBG-də bu 20 FPS verdiyini bildirir. Yəni buradan özünüz seçiminizi edərsiniz. YouTube-da da videolarına baxın, görün necədir. Dizaynı falan, rəngləri falan ətraflı baxın. Xoşunuz gəlirsə, bu qiymətlər arasında pulunuz varsa, gedib ala biləcəyiniz ən yaxşı telefondur. Gəlin keçək növbəti telefonlarımıza. Bəli, digər telefonumuz da Samsung Galaxy S23-dür. Ultra falan yoxdur yanında. Birbaşa Samsung Galaxy S23-dür. Şəklini də onsuz özünüz görürsüz. Qiymətləri də baxın bu aralıqlardadır. 1100, 1200 bu aralıqlarda görünür. 1700 belə hətta belə var. Yəni burada əsas biz ən aşağı düşək baxaq. 128, 256 və 512 GB yaddaşları var. Yəni bu seçimlər var. Bunda 12 GB yox, 8 GB seçimi var. Yəni Samsung da özünüz bilirsiniz bunu. Bəzən belə şeylər edə bilir. Bunun fərqi yoxdur. Yəni 8 GB RAM da az deyil. Yəni seçiminizi edərkən uyğunlaşdırıb seçərsiniz. Sadəcə Samsung-un bataryası məni çox narahat etdi. 3900 dəhşət azdır. Yəni az öncəki rəqiblərinə baxanda batarya həqiqi onlara görə zəif qalır, amma özünüzün seçiminizdir. Bir də bir şey var ki, bu telefon 2023-cü ilin istehsalıdır. Yəni qiymətinə görə bu formadadır. Elə qiymətinin də bu formada olmasının səbəbi də budur ki, 2023-də, amma nəzərinizdə saxlayın ki, Samsung-dur. Yeniləmə dəstəyi falan da qalacaq. Bundan narahat olmayın. Yəni 2023 olmağından qətiyyən narahat olmayın. Prosesorlar falan burada yazılıb. 2023-cü ilə görə çox əjdaha kimi prosesorlar var burada. Yəni bayaq 2025-ci ilin telefonunda işlədilən prosesorlar 2023-də də olduğu burada bilinir. Ekranı da yenə AMOLED-dir və 120 Hz olduğu burada görünür. Yəni yaxşı telefondur. Bu civarlarda pulunuz varsa və Xiaomi və ya da Poco kimi telefonlar işlədə bilmirsinizsə, Samsung-a bağlısınızsa, siz də bəzi istifadəçilər kimi gedib Samsung-un bu telefonunu ala bilərsiniz. Mən ona görə də hər segmentin yanına bir ədəd Samsung, Poco və Xiaomi seçmişəm ki, sizin üçün rahat olsun. Gəlin indi baxın bu qiymətlərin aralığında iPhone telefonlarda almaq olar və həmin oyunları iPhone-da da oynamaq olar. İndi onları göstərim. Bəli dostlar, az öncəki 1000 manat və 1400 manat aralığındakı telefonlara iPhone telefonlar da daxildir. Gördüyünüz kimi ekranda iPhone 13 telefonu açıqdır. Bunun yanında Pro Max kimi şeylər yoxdur. iPhone 13-ün sadəsidir. Ümumiyyətlə göstərəcəyim hamısı sadə modellərdir. Gördüyünüz kimi burada qiymətləri falan qeyd olunub, rəng seçimləri falan, hər cürə rəngləri var burada. Özünüz buna baxarsınız. Düşək ən aşağı baxaq görə vəziyyət nədir? 128, 256 və 512 deyir. Bu çox bomba kimidir. Seçiminizi edəndə elə çalışın 512-ni seçin, yaxşı olacaq. iPhone üçün əjdaha kimi olacaq. Sadəcə RAM-ı biraz adamı pis vəziyyətə gətirir. 4 GB nədir? İstəyirdiniz qoyardınız 2 GB da. Yəni bu biraz pis oldu iPhone üçün. Yəni iPhone işlədəsən, PUBG falan oynayasan, amma 4 GB RAM-ın ola, bu biraz narahat edə bilər insanı. Batareyası da yenə həmişəki kimi hər iPhone-da olduğu kimi 3240-dır. Yəni model aşağı modeldir, ona görədir. Yəni 2021-ci ilin telefonuna görə əslində yaxşıdır. Yəni iPhone da özünüz bilirsiniz, yeniləmə dəstəyi uzun illərlə davam edəcək və keyfiyyətli şəkildə hissiyyat verəcəkdir. Ekran da OLED-dir. Burada qeyd olunub 60 Hz ekranı var. Prosessoru da heç onsuz iPhone-un özünün standart prosesorudur. i15 prosesoru ilə gəlir. Yəni yaxşıdır. PUBG falan oynayacaqsınızsa 60 FPS-ə yaxşı şəkildə oynaya bilərsiniz. Yəni qiymətinə görə məncə dəyər bu pulu verməyə. Yəni özünüzün seçiminizdir. Onsuz hələ qarşıda 2 dənə telefonumuz qalıb, onlara da baxarsınız.
Burada gördüyünüz kimi növbət telefonumuz iPhone 14 telefondur. Qiyməti və rəng seçimləri falan burada var. Özünüz baxarsınız. Ən aşağı düşək və bizə maraqlı gələn yerə baxaq. Deməli 128, 256 və 512 yaddaş seçimləri var. Bayaqkına nisbətən yenə yaxşıdır. RAM-ı 6 GB-dır. Yəni 4-dənsə 6 daha yaxşıdır. Amma batareyası yenə azdır. 3279-dur. Bilmirəm necə bacarıblar 3279 qoymağı. Qoyurdunuz 3280 qoyardınız. Bilərdik bizdə vəziyyəti. Amma yenə pis deyil, iPhone-dur da. Yəni yaxşı şəkildə qoruyub saxlasaz sizin işinizi çox görəcəkdir. 2022-ci ilin telefonudur. Yəni az öncə göstərdiyim telefondan sonra çıxandır. Yəni bunu nəzərinizdə saxlayın. Prosessoru falan da yenə az öncəki kimi i15 prosessorudur. Yəni 60 Hz OLED ekranı var. Yəni pis deyil. iPhone almaq istəyirsinizsə və Samsung, Xiaomi, Poco kimi telefonları işlədə bilmirsinizsə, əliniz Apple-a, iPhone-a öyrəşibsə, iPhone üçün alına biləcək yaxşı qiymətlərdə qəşəng telefonlardan biri. Yəni iPhone seçimi edərkən rənglərinə falan da buradan özünüz baxarsınız. Gəlin keçək növbəti telefonumuza. Bəli, növbəti telefonumuz iPhone 15 telefonudur. Burada gördüyünüz kimi qiymətləri falan hamısı qeyd olunub. Rəng seçimləri falan da burada var. Məni maraqlandıran əsas bunun yaddaşı falan da düşək baxaq. 128, 256 və 512 olaraq qeyd olunub. Yaxşıdır, pis deyil. Öz seçiminizi rahat edə bilirsiniz. 6 GB da burada qeyd olunub. Pis deyil, bomba kimidir. Yenə 3349 mAh batareya bizi qarşılayır. Bu da biraz insanı narahat edə bilər. Yəni istər-istəməz iPhone-dur. Bundan narahat olmayın. Yaxşı şəkildə batareyası qoruyub saxlasaz, problem yaratmasaz, pil kapasitəsi deyilən bir şey var. Onu aşağı düşürtməsəz, yaxşıdır, pis deyil. Və 2023-cü ilin telefonudur. Yəni silit ard-bard, dalbadal qoymuşam. Bunu özünüz baxıb seçiminizi edərsiniz. Yenə iPhone i16 prosessorunu burada dəstəkləyir. Yəni özünüz baxarsınız. OLED ekranı və 60 Hz ekranı var. Yəni özünüz burada seçiminizi edərsiniz. Qiymətlər falan hamısı burada qeyd olunub. Gedib biri var Pro Max-ini alasınız həmin telefonun. Aralarda uçurumlar qədər fərqlər var. Amma bunlarda elə deyil. Qiymətlər idealdır, hər büdcəyə uyğundur. Yəni bu formada göstərəcəyim telefonlar bunlar idi. İndi gəlin sürətli şəkildə oyun üçün telefon alarkən nələrə diqqət etmək lazımdır? Çox qısa şəkildə onun haqqında danışaq və videomuzu sonlandıraq. Bəli dostlar, mən bayaqdan sizə həm ucuz, həm orta, həm də bahalı telefonları göstərirəm burada. Göstərməyimin də səbəbi odur ki, bəzi istifadəçilər var, büdcəsinə qənaət edir, büdcəsi azdır. Buna görə bu formada göstərdim. Amma telefon alarkən siz ümumiyyətlə nələrə diqqət etməlisiniz? Bunları özünüz də bilməlisiniz. İlkin olaraq telefonda mütləq prosessora diqqət etməlisiniz ki, siz oyun oynayarkən oyunda olan qrafiklərin falan açılması, yüklənməsi və tənzimlənməsi hamısı prosessorun üstünə düşür və oyunda yaxşı FPS verməsi üçün prosessor çox vacibdir. Az öncə də adını eşitdiyiniz prosessorlara uyğun telefonları seçə bilərsiniz. Yəni bu sizin büdcənizə baxır. Bunu da siz süni intellektlər vasitəsilə soruşa bilərsiniz və yaxud da ən gözəl seçim budur ki, YouTube-da həmin telefonun videolarına baxmaqdır. Görün ki, filan prosessora məxsus telefon neçə FPS verir, hansı oyunları dəstəkləyir. Yəni belə şeylərə özünüz baxıb araşdırarsınız. Yəni prosessor çox vacibdir. Yəni gedib zəif prosessorlu telefonu alıb deməyin ki, filan telefon donur. Niyə mən bunu aldım? Gərək bunu almazdım. Yəni almazdan əvvəl mütləq prosessora baxmalısınız. Və dostlar, prosessordan sonra ikinci diqqət eləməli olduğunuz məqam budur ki, telefonun ekranı və ekran texnologiyası, bir də ekran yeniləmə sürətidir. Buna mütləq diqqət etməlisiniz. Burada da baxın, mən sizə göstərdim. Ekran ölçüsü falan o qədər vacib deyil. Baxın, ekran texnologiyası. AMOLED nə deməkdir? AMOLED bir texnologiyadır. Biri var LCD IPS olsun, biri də var AMOLED OLED olsun. AMOLED OLED əlbəttə yeni texnologiyadır. İstəsəz bu haqqda ayrıca bir video çəkə bilərəm. Kommentlərdə bunu qeyd edərsiniz və 120 Hz olması da burada 120 Hz yazılıb. Bu da ekranın yeniləmə sürətidir. Bu da oyunlar üçün çox vacibdir. Oyun daha axıcı olacaq. Az öncə qeyd etdiyim kimi yağ kimi axacaq oyunlar. Buna görə də çox vacibdir. Yəni ekrana da mütləq diqqət edirsiniz. Ekran texnologiyası və sürəti çox vacibdir oyun üçün. Və az öncə telefonları seçərkən biz RAM-a və yaddaşa baxırdıq. Az öncə, yəni telefonun RAM-ı nə qədərdir, yaddaşı nə qədərdir? Seçim edərkən fikir verdiniz. 128, 256 və 512, hətta belə 1 TB belə gördük. Yəni seçim edərkən çalışın çox yaddaşlı telefonlara üstünlük verin ki, həm telefonda olan müəyyən qrafiklər, fayllar falan yüklənəndə sizin üçün problem yaratmayacaq, həm də nə fayllarınız, şəkilləriniz, videolarınız falan var.
hamısını telefonunuzda rahat bir şəkildə türkləri demişkən depolaya bilərsiniz. Həmçinin bunun da yanında RAM da vacibdir. Buna da diqqət edirsiniz. Tövsiyəm odur ki, indiki dövrdə 6 GB və daha yuxarısı RAM almağınız tövsiyə olunur. Çünki 4 GB RAM indiki dövr üçün heç nədir. Hətta belə mənim özümün 2021-in telefonunu istifadə edirəm. Xiaomi Redmi Note 10S telefonudur. Bunda belə 6 GB RAM var və mənim işimi donmadan, ilişmələr falan olmadan işimi görə bilir. Yəni çalışın az öncə qeyd etdiyim kimi 6 və 6-dan yuxarısını seçin. Bəli dostlar, ən son diqqət etməli olduğunuz məqam telefonun batareyasıdır. Bəli, batareya, düz eşitdiniz. Gördüyünüz kimi mən burada telefon seçimləri edərkən hər dəfəsində batareya haqqında ayrıca bir şərh bildirirdim. Yəni 5000 mAh, 6000 mAh və yaxud da 3000 mAh nə qədər çox olsa o qədər yaxşıdır. Amma indiki dövr üçün tövsiyə edirəm ki, 5000 və 5000-dən yuxarı mAh olan batareyalardır. Hətta belə çalışın 6000, 6500 falan olsun ki, sizin işinizi tam görə bilsin. Yəni oyun oynayırsınızsa, siz oyunu yarımçıq kəsib gedib telefonunuzu enerjiyə taxmayacaqsınız ki, və yaxud da enerjiyə taxılı PUBG falan oynamayacaqsınız ki, yəni bunu seçim edərkən mütləq diqqət edin. Yəni indi bəziləri bu kommentlərə mənə yazacaq ki, iPhone telefonların batareyası çox zəifdir. İndi biz onu alaq, yoxsa yox, qaranlıq qalacaq bəzi istifadəçilərə. Tövsiyə edirəm ki, yəni ümumiyyətlə oyun oynayacaqsınızsa, çalışın elə telefon alın ki, əjdaha kimi olsun. Yəni minib çapsaz da, telefona əziyyət versəz də, o telefona heç bir şey olmasın. iPhone telefonlarda elə bir şey var ki, siz gedib 1400 manata, 1500 manata və yaxud da 2000 manata iPhone telefon alırsınız, yəni baha qiymətə telefon alırsınız və gəlib o telefonla biraz PUBG oynayırsınız, 2 il, 3 il kimi oynarsınız. Yavaş-yavaş batareyanın səviyyəsi düşür aşağı, yəni kapasitə deyə bir şey var orada. O düşür aşağı və keyfiyyət itir və sizin orada verdiyiniz pullar boşa gedir. Yəni buna mütləq diqqət edəcəksiniz. Yəni sizə verəcəm tövsiyələr bunlar idi. İnşallah bu tövsiyələr sizin işinizə yaramışdır və buradan nə isə öyrənə bilmisiniz. İnşallah bunun kimi faydalı, maraqlı videolarımız gələcək. Sağda, solda sizin üçün izləyə biləcəyiniz videolar çıxdı. Xiaomi telefonlarda da yəni gizli və faydalı ayarlar göstərdiyim video bu dəqiqə burada var. İstəsəz buna baxa bilərsiniz və dəstək üçün aşağıdan kanalımıza abunə olub videomuza like atın. Sağ olun, salamat qalın.